Yeşaya 20-ci fəsil. Misir və Kuş üçün əlamət. Aşur padşahı Sarqonun əmri ilə ordusunun başçısı Aşdoda gəlib, onu ələ keçirtdiyi ildə, Rəbb Amots oğlu Yeşayaya belə dedi. Ged əynindəki çulunu və ayağındakı çarıqlarını çıxar. Yeşaya elə də elədi. Lüt və ayaqyalın gəzməyə başladı. Rəbb dedi, Misir və Kuş üçün əlamət və ibrət olaraq, qulum Yeşaya necə 3 il ərzində çılpaq və ayaqyalın dolaşdısa, elə də Aşur padşahı Misiri xəcalətli eləmək üçün Misirliləri əsir, Kuşluları sürgün eləyib, gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq. Kuşa güvənən, Misirlə fəxr eləyən xalq qorxacaq və xəcalətə düşəcək. O gün bu sahil boyunca yerləşən ölkənin sakinləri deyəcək, Aşur padşahının əlindən qurtulmaq üçün köməyinə güvəndiyimiz, bel bağladığımız xalqların başına gör nələr gəldi. Bəs biz nə cür qurtulacağıq?